Salam dostlar. Bugün sizə məlum saytın yeniyetmələrə olan zərərlərindən danışacağam. Əgər sən də bunu izləyirsənsə və normal bir şey olduğunu düşünürsənsə, bu videonu sona kimi izləməlisən. Məlum saytı izləmək beynində dopamin adlı bir hormonun həddindən artıq ifrazına səbəb olur. Dopamin zövq və motivasiya ilə əlaqəli hormondur, amma süni yollarla ifraz olunduqda real həyatda həzz alma qabiliyyətini azaldır. Yəni, əvvəl sənə maraqlı və sevinc verən şeylər artıq heç bir hiss oyatmır. Daim məlum saytı izlədikdə beynin bu yüksək dopamin səviyyəsinə öyrəşir və normal həyatdan zövq almağı unudursan. Buna görə də real həyatda motivasiya tapmaq çətinləşir və depressiya riski artır. Beyninin sağlam işləməsi üçün onu təbii yollarla inkişaf etdirmək vacibdir. Məlum saytı izləyən yeniyetmələrdə zamanla özgüvən problemi yaranır. Çünki məlum sayt sənə gerçək olmayan gözləntilər yaradır. Özünü yetərsiz hiss edirsən, sosial həyatdan uzaqlaşırsan və hətta əks cinslə ünsiyyət qurmaqdan çəkinməyə başlayırsan. Sən əslində olduğundan daha az dəyərli olduğunu düşünməyə başlayırsan. Bu isə həm şəxsi münasibətlərinə, həm də həyatdakı uğurlarına mənfi təsir edir. Unutma ki, real həyatda özünü qiymətləndirmək məlum saytda formalaşan yalançı standartlardan daha vacibdir. Məlum sayt istifadəsi bir vərdiş kimi başlayır, amma zamanla asılılığa çevrilir. İlk günlərdə sadəcə maraq üçün baxırsan, amma sonra bunu dayandırmaq çətinləşir. Hətta bir müddət sonra daha ekstremal kontentlər axtarmağa başlayırsan. Nəzarət edilməyən bu vərdiş zaman keçdikcə həyatının digər sahələrinə də təsir edir. Gün ərzində daha çox vaxtını boş şeylərə sərf etməyə başlayırsan və həqiqi həyatdan uzaqlaşırsan. Bir müddət sonra isə məlum saytı izləmədən özünü rahat hiss edə bilmirsən və bu ciddi problemlərə səbəb olur. Məlum saytı izləmək təkcə psixoloji deyil, həm də gələcəyinə mənfi təsir edir. Sən diqqətini dərslərinə, məqsədlərinə yox, ancaq qısa müddətli həzzlərə yönəldirsən. Bu da motivasiyanın azalmasına və uğursuzluğa səbəb olur. Zamanla iradən zəifləyir və məsuliyyət hissin azalır. Daha əvvəl maraqlandığın şeylər artıq sənə darıxdırıcı gəlir, çünki beynin yalnız asan həzz yollarını seçməyə başlayır. Əgər gələcəyini qurmaq istəyirsənsə, real məqsədlərə fokuslanmalı və bu vərdişdən uzaq durmalısan. Əgər sən də bu vərdişin içindəsənsə, narahat olma. Bunun həlli var, birinci addım problemi qəbul etməkdir. Daha sonra isə real həyatda aktiv olmalı, idman etməli və məqsədlərinə fokuslanmalısan. Unutma, səni uğura aparan yol mübarizədən keçir. Əsas məsələ beynini sağlam informasiya və müsbət vərdişlərlə doldurmaqdır. Faydalı kitablar oxumaq, yeni bacarıqlar öyrənmək və sosial fəaliyyətlərdə iştirak etmək səni daha güclü edəcək. Hər şey sənin əlindədir. İndi qərar verməlisən, reallığı seçirsən, yoxsa süni dünyada yaşamaq istəyirsən.